1905-ci ildən bəri plastik Azərbaycandan, yəni bugünkü Ermənistandan 1.800.000 Azərbaycan türkü çıxarılıb. 1.800.000 Azərbaycan türkü öz dədəbaba torpağından qoparılıb. İranla Rusiya döyüşüb, aralarında bölüblər Azərbaycanı. Bölüblər iki yerə yox, bəlkə 2.000 yerə. Moskva, Kreml zaman zaman Azərbaycan torpaqlarını qoparıb, atıb ermənin ağzına. Alıb İrəvanı, atıb ermənin ağzına. Alıb Basar Keçəri, atıb ermənin ağzına. Alıb Qafanı, atıb ermənin ağzına. Alıb Arxaçay Vadisini, atıb ermənin ağzına. Alıb Uluxanlını, atıb ermənin ağzına. Alıb Göyşə Mahalını, atıb ermənin ağzına. Alıb Zəngəzuru, atıb ermənin ağzına. Alıb Zəngəzuru, Zəngibasarı, atıb ermənin ağzına. Ermənin ağzı dar gələndə atıb Gürcistanın ağzına. Mesxeti torpağını. Atıb Gürcistanın ağzına, Borçalını. Atıb Rusiyanın ağzına, Dərbənd Mahalını. Parçalamışlar. Mən öz tartışıma, müstəntiqimə dedim. Dedim, sən kimsən? Milliyyətçi, dedim, mən Rusam. Dedim, sən Rus deyilsən. Sən anti-Russan. Sən anti-Tolstoysan. Sən Rus xalqının özünə qənim kəsilmiş bir qəsbikarsan. Və sən dərk edə bilməzsən Azərbaycan torpağının dərdlərini. Niyə? Ona görə ki, Azərbaycan 4 əsr bundan qabaq 2.800.000 kvadrat kilometr sahəyə malik idi. 2.800.000. İndi nə qədər qalıb Sovet Azərbaycanı? 86,4 kvadrat kilometr. Azərbaycanın sahəsi 32 dəfə kiçildilib. Ərzim aman qalar, ah qalar, aman qalar, yıxılar uca dağlar, tozu bir zaman qalar. Biz indi o dağın bir tozcuğuyuz. Əjdahanın ağzı yekə, dadanıbdır bizim kökə, geçmişini yeyibdir, qorxuram çalın tökə. Əjdaha açıb ağzını. Dünya yalnız xeyirdən ibarət deyil. Dünyada xeyirlə şər, hürmüzlə əhləməl, gecə ilə gündüz, zülmətlə işıq, daim çarpışır. Halalla haram, daim çarpışır. Sən gərək bu cəbhədə öz yerini tutaqsan. Halal yerini tutaqsan. Və qəsbikara heç bir zaman güzəşt etməyəsən.